Ben burada kardeşim, Möhlət kardeşim. Hem sınıf 10 il biz bir sınıfta okumuşuq. Hem de özü 1. Qarabağ müharibəsi veteranıdır. Allah atasına, anasına bağışlayıb, onu sağ-salamat gəlib. Həmən qəhrəmanları bunlar deyiblər. İndi şəhidlərimiz Allah rəhmət eləsin. Onlar canı ilə, qanı ilə qulluq edirlər. Bu insanlar da ölümün ağzından Allah qismət edib sağ-salamat gəlib. Bəndalı qardaşımın oğlu 44 günlük müharibədə istənilən kimi iştirak edib. Adı nədir qardaşın? Pərvin balamızı təbrik edirəm. Onun timsalında bütün veteranları, bütün qaziləri, şəhidlərimizə Allah rəhmət eləsin. Şəhidlərimizi Allah rəhmət eləsin. Şəhidlərimizin valideynlərinin, analarının əlindən öpürəm, əzizlərinə səbir diləyirəm. Allah bütün elimizi, obamızı, dövlətimizi var eləsin. Bu günlərdə gəlmişik. Bu qəhrəmanlarımızı da ziyarət elədik. Dua oxuduq. Allah hər birinə ruhunu şad eləsin. Arkada bayışlarımdır, Güləbəslərdir, Telma istidi, Əli dayıdır. Şəhidlərimizin valideynləri də Allah onların da ruhunu şad eləsin. Yerdə qalan əzizlərinə səbir versin, bir daha deyirəm. Elimizi, obamızı həmişə gözəl günlərdə eləsin. Ondan sonra sağlam canla maddi, mənəvi, fiziki güc, qüvvə versin ki, yenə də elimizi, obamıza əvvəlkindən də çox qulluq eləyək, xidmət eləyək və borcumuzu yerinə yetirək bu elin, obanın qarşısında. Sağ olun, sağ olmuşsun, mən də sağ ol. Sənin o balanın alnından öpürəm. Onun timsalında bütün veteranlarımızın, elə veteranlarımız vardı ki, qazi olmadılar. Sağ-salamat gəldi, amma inanın odun, alovun içində bəlkə də daha çox iştirak edirlər, daha çox orada canlarını qoyublar, amma Allahın qismətidir ki, atasına, anasına, elinə, obasına bağışlayıb, ona sağ-salamat gəlir. Qazilərimizin Allah canını sağ eləsin. Şəmistan qardaşımı mən gedirdim o tez-tez gedirdim o hospitala. İnanın bir 30 nəfər arabada gəlirdilər. Birinin 2 qılçası yox, birinin 1 qılçası yox. Adam ürəyi ağzından çıxırdı. O qəhrəmanlıqları olan eləyib, hal-hazırda da yaşayırlar, yaşayacaqlar da, fəxrimizdirlər. Allah şəhidlərimizə yendirin bir daha rəhmət eləsin. Allah bunların da məkanların cənnət elədiyi, şəhidlik zirvəsinə uzaqdı, bunlar da qismət. Allah bütün elimizi, obamızı başın ucu eləsin ki, belə oğlanlarımız olub. Dövlətimizi var eləsin, Ali Baş Qəhrəmanlarımız, Prezidentimiz İlham Əliyev Allah var eləsin ki, həmişə bizi belə uzaqdı, rəhbərlik elədi, tarixi bir qəhrəman adını qazandı. Allah canını sağ eləsin. Sağ olun. Mən BMT İnternet Televiziya və YouTube kanalının təsisçisi və direktoru Baxşeyiş müəllim olaraq eyni zamanda Azərbaycan Qarabağ İdman Təşkilatının rəhbəri 2. Danqara Kəmər ustası, fədai medal mükafatçısı kimi kanalımla, gücümlə, sağlam ətrafımla Azərbaycanımın, dövlətimin, millətimin, Bərdəmizin, Ləmbaran kəndimizin xidmətində və dəstəyindəyim. Uzun illər olduğu kimi indi də və indən sonra da xeyriyyətçilərimizin işlərini mükəmməl səviyyədə aparıb Ləmbaran kəndimizi abadlaşdırıb, dövlətimizin gücünə güc qatıb, vətənimizin, Ləmbaran kəndimizin inkişafı üçün bütün varlığımla xidmət edəcəm. Əziz izləyicilərimiz, kanalımın vasitəsilə vətənimizin, Ləmbaran kəndimizin inkişafına dəstək olanları, xeyriyyətçilərimizi gündəlik olaraq kanalımda və bütün sosial şəbəkələrimdə ictimaiyyətə təqdim edib, bütün dünyaya yayımlayıb, gələcək nəsillərə tanıtdıracağım. Eşq olsun Azərbaycanımıza, eşq olsun dövlətimizə, qəhrəman xalqımıza, eşq olsun Ləmbaran kəndimizə və xeyriyyətçilərimizə, eşq olsun vətənimizə dəstək olanlara. Uca olan Allah tutduğumuz şərəfli yolda hər birimizə yar olsun. Amin. Hörmətlə Azərbaycanımızı, dövlətimizi və sizləri canından çox sevən Baxşeyiş müəllim. BMT TV, Baxşeyiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abone olun, şərh yazın, like edin və paylaşın.
Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.